Bugün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Səbail rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ilinə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar video çarx nümayiş olunub. Proqramda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev öncə iştirakçıları salamlayaraq hər kəsi sabahki müstəqillik günü münasibəti ilə təbrik edib. O 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk dünyəvi demokratik dövlətin yaradılmasından bəhs edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixi irsinə hər zaman böyük ehtiram və hörmətlə yanaşıb. Daha sonra Səbail rayon icra hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışında bildirib ki, Konstitusiya və suverenlik ili çərçivəsində biz müstəqilliyimizin 107-ci il dönümünü böyük coşqu, sevinç və qürur hissi ilə qeyd edirik. Bu şanlı tarix milli kimliyimizin, dövlətçiliyimizin sarsılmaz səməlidir. Çıxış edən Azərbaycan Dövlət Tarix Muzeyinin direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarovun sözlərinə görə isə Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, müstəqillik hər bir xalqın ən böyük nailiyyəti, sərvətidir. Ona görə də 28 may Müstəqillik günü bizim ən əziz bayramımız hesab olunur. Müstəqillik günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. Çıxışlardan sonra tədbir rəsmi hissə bitdikdən sonra bədii hissə ilə davam edib. Leyla Səməndər, Cümar Kazımov, Yeni Azərbaycan TV.